Onlayn Azərbaycan layihəsi uğurla yerinə yetirilib. Türkistan.az məlumat verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəsad Nəbiyev Azərbaycanın yeni rəqəmsal arxitekturası adlı vahid fəaliyyət planına həsr edilmiş müşavirədə deyib. Layihə başlananda ölkədə internetin orta sürəti təxminən 12 megabit saniyə idisə, bugün 90 megabit saniyədir. Dövlətə məxsus şirkətlərdə bu rəqəm 150 megabit saniyədir. İlin sonuna qədər biz bu rəqəmi 200 megabit saniyəyə çatdırmağı planlaşdırırıq və bugün Azərbaycanın elə bir ucqar nöqtəsi yoxdur ki, orada geniş solaqlı internet təqdim edilməsin, o bildirib. Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 303 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. Konkret .az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, bu 2025-ci ilin ilk ayı ilə müqayisədə 5,8% çoxdur. Ötən ay ərzində alıcıların son istehlak məqsədi ilə aldıqları mallara xərclədiyi vəsaitin 5,7%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf edilib.